Qadından qəribə oğurluq ssenarisi. Qızılları üzərinə taxıb mağazanı soyub qaçdı. Abşeron rayonunda bir nəfər alıcı kimi mağazaya daxil olaraq orada olan qızıl zinət əşyalarını yoxlamaq adıyla üzərinə taxıb və daha sonra gizlicə mağazadan uzaqlaşıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən reporta bildirilib ki, bu barədə polisə müraciət edən zərərçəkinə 3480 manat maddi ziyan dəydiyi məlum olub. Abşeron rayon polis idarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. Rayon ərazisindəki digər mağazada da analoji hadisə baş verib. Naməlum şəxs mağazadakı smart saatı oğurlayıb və əvvəlcədən əlbir olduğu sürücü dostunun idarə elədiyi avtomobillə hadisə yerindən uzaqlaşıblar. Əməli törətməkdə şübhəli bilinən 36 və 33 yaşlı şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.